Bizim o günkü gələn aparatımızdır. Bir dənə çəkiliş eləmişdim. İnşallah bunun bıçaq sistemləri söküldü. Üst sistemləri ayrıldı. Gördüyünüz kimi tiklonun altı, qapaq keçəcəyi, bokqaykası və bunkeri qatlanıcıdan ayrıldı, çıxdı. Qaldı bunun bıçaq sistemi. İnşallah bıçaq sistemi çoxalacaq, val sistemi dəyişiləcək. Və bunun altına görürsən setka yoxdur. Setkasız belə ona görə böyük doğrayır. Klient narazılıq edir ki, üstə böyük doğrayır, gətirib zavadçıkoyla alıb. İnşallah uşaqlar söküb altına setka sistemi işləyəcək. Bu qapaq klapanlar tutulacaq. Buradan yəni elə yığılıb ot görsən saman hava altdan. Atırsan burada atdığı atarsa 15-20% tökülür, doğruya tökür alta. Buradan püskürür, yarısına tökür alta. Bu açıqlar. Krişkaların yeni bağlanacaq. Setka qoyulacaq. Setkanın cifti işlənəcək. Setka şura şəkilli keçmək. İndi bu sökülüb çıxacaq inşallah. Ok sistemin, bunu gördüyünüz zavod, ok sistemi düzgün yığılmayıb burada. Bunu, bu aşağı yuxarıda bax göstərəcəm. Bu ruçkasıdır əslində. Yəni motor boğulub boğulmamaq üçündür. Bunu boşaltdınız. Bax, göstərirəm. Açdınız, boşaltdınız. Bu onun üçündür. Natnajdan kimi hiçbir şeydir. Görürsən, bu azaltmaq, çoxaltmaq. Məsəl üçün, bıçağı çoxaldanda qaldırırsan, azaldanda qaldırırsan, boğmasın, sürtməsin, otaz götsün, çox götsün, nə bilim. Bu sistemi çıxardacaq buradan, bu sistemi ləğv edəcək, buna ehtiyac yoxdur. Çünki bu baraman stildir, burası setkanın kolsasının yeri işlənəcək, baxın. Setka işlərində bu setkamıza mani olacaq, bir də buna ehtiyac yoxdur. Çünki bunun görünə boyda motor var. Bunu açıb ayrın, çıxardırıq. Və o gün çəkdiyim aparatda, pres bütöy düşmüşdü sinə, bütöy doğruydu. İnşallah bunu remont edəcək, verəcək klientimiz, yenə işlədəcək. Şimdi nasıl bir aparatlar varsa, sonra bu da klientimizindir. Gəlib, inşallah bunu da sökəcək. Bıçaq sistemi dəyişiləcək, onun bıçaq sistemi qoyulacaq. Bəzi demirəm, naş ustalarımız götürüb, bir dənə 60'lıq konsentrol, bir dənə 350, ikisine də 60'lıq qoşub, belə skavaya qoşub bunu yandırıblar, dağıdıblar, bu dəyişiləcək inşallah.